Arıların ayaqlarındakı rəngbərəng kiçik topların nə olduğunu bilirsiniz? Əslində bu təbiətin ən qiymətli qidalarından biridir. Bu arıların çiçəklərdən topladığı çiçək tozu, yəni polendir. Arılar poleni arxa ayaqlarındakı xüsusi səbətciklərdə pətəyə daşıyırlar. Pətəyin girişinə yerləşdirilən xüsusi polen tərəsi sayəsində polenin bir hissəsi toplanır. Daha sonra təmizlənir, aşağı temperaturda rurudulur və təbii xüsusiyyətlərini qoruyacaq şəkildə qablaşdırılır. Bəs bu kiçik dənəciklər niyə bu qədər qiymətlidir? Gəlin indi onların insan sağlamlığı üçün faydalarını nəzərə salaq. Çiçək tozunun əsas faydalı xüsusiyyətləri nələrdir? İmmuniteti gücləndirir, orqanizm müdafiə sistemini aktivləşdirir, virus və bakteriyalara qarşı müqaviməti artırır. Ürək-damar sistemini dəstəkləyir, xolesterin səviyyəsini aşağı salmağa kömək edir. Kapilyarların elastikliyini artırır, qan dövranını yaxşılaşdırır. Güclü enerji mənbəyidir. Xroniki yorğunluğu azaldır, yüksək fiziki zehni gərginliyin öhdəsindən gəlməyə kömək edir. Mədə-bağırsaq sistemini dəstəkləyir. Bağırsaq mikroflorasını normallaşdırır, iştahını artırır. Qastritin sağalmasına kömək edir. Güclü antioksidant təsirə malikdir. Hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur, qocalma prosesini ləngidir və əsəb sistemini sakitləşdirməyə kömək edir. Həmçinin yuxunu normaya salır.